Hamız Allah rəhmət eləsin. Allah cəmə şəhidlərimizə rəhmət eləsin. Gördü altında bu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Orada ne bırakıldı? Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr ve ma adrake ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şehr. Tenezzelul melâiketu ve ruh fiha biizni rabbihim min kulli emr. Selamun hiye hatta metla'il fecr. Sadakallahul aliyyul azim. وصدق وبلغ رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين. İlahi amin amin ya rabbel alemin. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyai minhum vel amvat. Tabi'llahümme beynena ve beynahum bil hayrat. İnneke mucibud da'avat. İnneke qadiyel hacat. İnneke rafi'ud derecat. İnneke ala kulli şeyin qadir. Allahümme gfirhum ve ahşurhum ve la tuazzibhum ve iyyana. Cem şehitlerimizin ruhları şad. Allah rızası için El-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven. Namız diye Allah rahmet eylesin. Allah cəmən şəhidlərimizə rəhmət eləsin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme gfirhum ve ahşurhum ve la tuazzibhum ve iyyana. Cəm şəhidlərimizin ruhları şad. El-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed, lem yelid ve lem yulad. Hamız diye Allah rahmet eylesin. Cenab-ı Allah her birinizi rayon icra hükümeti başçısı, hürmetli malim salamlarını çatdırıram. Burada şəhid ərlər var, şəhidin analar var, qardaşları var. Bunların qarşısında baş əyrik. Bilirsiniz ki, 1993-cü ilin 31 avqustda Qubadlı rayonu işğal oldu. Ancaq mən sizə deyim ki, Füzuli, Cəbrayıl, Laçın rayonu işğal olmasa, Qubadlının bir qarşıda torpağı işğal olmazdı. Bizim qəhrəman igidlərimiz 125 kilometr sərhəddən bir dənə də erməni bizim rayona hücum eləyə bilmədi. Ancaq bilirsiniz ki, bu Hacı Qaraman tərəfdən, Daşarat tərəfdən hücum elədilər, bu rayon işğal oldu. Allah Əliyevə rəhmət eləsin, bizim milli qəhrəman Əliyevin adı hər yerdə çəkilir. Tağvə müəllim burada komandir olub, Noruz müəllim buradadır, digərlər də var burada komandirlər. Onların köməyi ilə o torpaqlar qorundu. Ancaq mən yenə deyirəm ki, Cəbrayıl rayonu işğal olandan sonra bizim 70 kilometr yolumuz erməninin sərhəd qalmışdı. Biz gəldik, Azərbaycanın 42 rayonunda məskunlaşdıq. Bir arzumuz olmuşdur ki, bu torpaqlar işğaldan azad olunsun. Biz həmişə bu şəhidləri ziyarət edirdik burada, 31 avqustda Bakı şəhərində. Deyirdi ki, gələn vaxtı biz öz yerimizə qaydaqdır. Oradan da 44 günlük müharibədə Allah Prezidentimizin canı sağ eləsin, onun dəmir yığımı köməyi ilə, onun apardığı siyasət, Allah bütün şəhidlərimizə rəhmət eləsin, o şəhidlərimizin köməyi ilə, qazilərimizin canı sağ olsun, onların köməyi ilə artıq torpaqlarımız işğaldan azad olunur. Eyni zamanda 2023-cü il
19'undan 20'sine keçən gecədə antiterror əməliyyatında Xocalı, Xocavənd, Xankəndi dağıldı və Azərbaycan ərazi bütövlüyü tam təmin olunub. Baxırsınız, indi bütün dünyada gedən işlərə də, Azərbaycanda işlərə də, quruculuq işləri gedir. Bizim rayonda da Allah'ın köməkliyi ilə martda, mayda köç olacaq, zilanlı mahruzlu, sonra digər kətlər tikiləcək. Rayon rəhbərliyinin belə bir fikri var ki, rayonun girişində bütün şəhidlərin hamısının adları yazılsın, şəkilləri qoyulsun, bütün kəndlərdə onların abidələri qoyulsun. Hər bir adam kəndə girəndə bilsin ki, burada neçə şəhidimiz olur. Baxırsınız, dünyada hər yerdə müharibədir, qandır, qadadır. Ancaq sağ olsun, hörmətli prezidentimiz bu işləri uğurla aparır ki, Azərbaycanda sakitlikdir, sabitlikdir, hamı öz işi ilə məşğuldur. Mən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir müəllimə öz minnətdarlığımı bildirəm ki, həmişə şəhidlərlə diqqət və qayğı göstərdi. Belə bu şəhidlər xiyabanı ilə hər yer nümunədir, bu bulvarı, bu tikdik işləri. Rayon rəhbərliyində öz minnətdarlığımı bildirəm ki, bu vaxtı rayon işğaldan azad olan kimi orada bizim o milli qəhrəmanlarının başdaşının hamısını götürdük. Rəhmətli Əliyar Əliyevin sürücüsü Əlsədət Ağayevin də, Azərbaycan bayraqlı ordeni orada, Həsən Qormazın da, Qaçaq Nəbinin yoldakı Həzərin də qəbrini orada götürdük. Artıq indi bizdə həm hərbiçi şəhidlər, həm mülki şəhidlərin bütün qəbir üstü abidələrin hamısı götürülüb tutarmaq üzrədir. Buna görə də sizin adınızdan da rayon rəhbərinin öz minnətdarlığını bildirəm ki, heç bir rayonda belə şey olmadı, bunu da rayon rəhbərliyi orada elədi. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli tədbir iştirakçıları, hörmətli anım mərasiminə gələnlər, hörmətli şəhid ailələri, hər birinizin qarşısında baş əyirəm. Bu günləri bildiyimiz kimi məlum məsələ məndən qabaq çıxış edən natiqlər bildirdi. 1994-cü ilin yanvar ayında şəhid olan və məhz Ağdamın Güllücə və ətraf kəndlərində, həmçinin bilirsiniz, həmin dövrdə Füzuli rayonunda horadiz əməliyyatları yerinə yetirilirdi. Həmin Füzuli rayonunda şəhid olan şəhidləri ümumən 94-cü il yanvar ayının 1-dən 30-una kimi olan statistikaya nəzər salsaq, Qubadlıdan 25 nəfər şəhid olmuşdur, hərbiçi. O 25 nəfərin istərdim ki, hər kəs adını nəzərinizə çatdırım və biləsiniz kimlərdir. Şəhid Ələkbərov Füzuli Hidayətoğlu, Azərbaycan bayrağı ordenli Aliyev Mübariz Əbduloğlu, Ağakiyev Ələddin Yırmaqoğlu, Bayramov Sabahəddin Faziloğlu, Fərəcov Sərvər Qədiroğlu, Alafediyev Şəmsi Cəfərquluoğlu, Yaqubov Kəhkəşan Buludoğlu, Səmədov İslah Mahmudoğlu, Adiyev Həmzə Qardaşxanoğlu, Bədalov Bədəl Bəxtiyaroğlu, Aslanov Fazil Xanişoğlu, Abdullayev Kamal İbişoğlu, Əliyev Teyyub Kamiloğlu, Şürov Ağalar Bəyləroğlu, Şirinov Sahib Şirinoğlu, Şəfiyev Habil Bahadıroğlu, Kərimov Şahbaz Canbaxışoğlu, Məmmədov Hüsaməddin Balacaoğlu, Yusufov Qurban Cəmiloğlu, Ağayev Yaşar İsaoğlu, Aslanov Teymur Çərkəzoğlu, Zamanov Hikmət Salmanoğlu, Göyüşov Vaqif Həsanoğlu, Haqverdiyev Etibar Yılmaroğlu, Hüseynov Balakçı Rəhmanoğlu. Allah hamısına rəhmət eləsin. Bilirsiniz, onlardan 21 nəfəri məhz Ağdamın Güllücə və ətraf kəndlərinə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Onlardan 4 nəfəri məhz ayın 4-də, 8 nəfəri, hətta əslən Qubaddan olan şəhidimizlə bir yerdə 9 nəfəri elə məhz ayın 6-sı günü, gecə səhərə yaxın, yəni hansı ki o döyüşün şahidləri komandir heyətdə buradadır, elə onların dilindən eşitmək daha gözəl olar. Müxtəlif vaxtlarda ayın 12-si, 15-i, 24-ü, ayın 30-una qədər yanvar ayında Qubadlıdan olan şəhidlərimiz həlak olmuşlar. Yəni bu tək-tək fərdi şəkildə deyil, kütləvi şəkildə. Yəni 6 nəfər bir, 8-9 nəfər bir, 4 nəfər birin şəhid olmağı həqiqətən Qubadlı tarixi üçün bir faciədir. Şəhid Ələkbərov Rafiq Qaçayoğlu, həyat yoldaşı buradadır. Yəni olan hamısını yaddan çıxartmaq, hamısı buradadır. Allah qən-qən rəhmət eləsin. Arkada 2 nəfər şəhidimiz var. Biri buradan çıxanda, bəli, Bədalov Bədəldən başlanmış, Sabahəddinə kimi. Valla bu şəhidlər qabında cəmi şəhidlər hamısına rəhmət eləsin. Bir şəhidin, 2 şəhidin, 5 şəhidin yanında durmuşuz. Amma bütün şəhidlər bizimdir. Onsuz da orada da olsaydı, burada da olsaydı. Yəni heç bir şəhid ailəsi inciməsin ki, biz onun bir yerdə durmaqla, mən dedim elə hərəsinin yanında 5-5 dəqiqə, amma yummuş şəkildə bunu idarə eləmək üçün bunu yəni qəbul edin ki, ayrıcılığı yox. Yəni bizim şəhidlər bu günləri burada olan çox böyük bir hadisənin şahidləri və şəhidlər buradadır. Həmzə də bizimdir, Fazil də bizimdir. Bu günləri nəşi burada olmayan bizim komandirodumuz Mingəçevirdə Xəndəkli
Ağalar. Ağalar qardaşımız da bizimdir. Yəni bunların hamısı bizimdir. Bütün şəhidlər Azərbaycanın Qubatlıda döyüşdə gedəndə Qubatda, Cəlilabadda da vardı, İsmaillidən də vardı, Masallıdan da vardı. Yəni əvvəli oğullar qoyulmalarına baxmayaraq 92 noyabrından sonra digər bölgələrdən gəldi. Ona görə bölmək olmaz Azərbaycanın bir yerini. Şəhid hamımız üçün əzizdir, doğmadır. Yəni heç vaxt bunları yaddan çıxartmaq olar. Torpaqlarımızın 80%-ni qoruyan bu şəhidlərdir. Onların döyüş yollarsa, yoxsa torpaqlarımız yoxudur. Getmişdi hamısı əlindən, vətən dəldən getmişdi. Şükür Allah ki, bugünkü gündə müzəffər Azərbaycan ordusu, yəni hazırlanmış, peşəkarcasına hazırlanmış, hər şeylə təmin olunmuş, ətrafında hörmət belə dəstək verici ölkələrin olması ilə Azərbaycan Ali Başkomandanın rəhbərliyi və ordunun gücü ilə o torpaqlarını işğal aldı. Hər kəndin azad edilməsi köhnə döyüşçüləri, şəhid ailələrini sevindirirdi. Hamısın, hamıdan da 2 qat artıq. Baxmayaq ki, övladın, qardaşın, balasını itirmişdi. Onlar sevinirdi. Sevinirdi ki, onların ruhu şaddır. Qan tökülən yerlərdə, döyüşlər gedən yerlər də azaddır. Yəni belə bir hadisəni, belə bir yaddan çıxartmamaq lazımdır. Bəzən bir gün gəlirik, qalan gün gəlmirik. Bir şəhid alınırıq, o birisi də alınmırıq. Amma hamısını istəyirik. Hamısında olmaq istəyirik. Cəmi şəhidlərə Allah rəhmət eləsin. Bütün şəhidlərin ailələrinə mən deyirəm ki, gözünüz aydın ki, torpaqlar azaddır. Gözünüz aydın ki, o yerlərdə, hansı mübarizə aparılan yerdə, döyüş qanı tökülən yerlərdə gələcək bu şəhidlərin məzarları qoyulur, daşları qoyulur. Tarixi abidələr, yazılar qalacaq, tarixə köçürəcək onların hamısı. Allah rəhmət eləsin. Məkanları cənnət olsun cəmi şəhidlərə. Ümumi şəhid deyəndə, şəhid Azərbaycan xalqının milli sərvətidir. O milli sərvəti qorumaq, o milli sərvəti saxlamaq, anlaq, hər an anmaq Azərbaycan xalqının vicdan borcudur, Azərbaycan vətəndaşlarının əxlaq borcudur, namus borcudur. Amma bilavasitə bu döyüşün iştirakçısı kimi istəyirəm, bu döyüş əməliyyatı haqqında qısa bir məlumat verib. Belə ki, 93-cü il dekabrında o vaxtki eks-prezident, milli lider Heydər Əliyev ordu qarşısında bilavasitə çıxış edərək, xeyir-dua verərək döyüş tapşırığı qoydu və torpaqların azad olunması ilə bağlı gənclərdə böyük bir ruh yüksəkliyi yaratdı. Mən də bir döyüş tapşırığı almışdım. Döyüş tapşırığı ondan ibarət idi ki, mən Füzuli Qubatlı istiqamətində döyüş tapşırığı almışdım. Orada iştirak edəcəyəm. Ancaq 94-cü il yanvar ayının 3-də Gəncə Təlim Mərkəzindən bizi həyəcanla gecə saat 2-də qaldırıb Ağdam istiqamətində. Mən Ağdama gələnə qədər bilmirdim. Füzuli Qubatlı gedəcəyim. Və 4-dən döyüş əməliyyatları başladı. Biz də Fazil ayın 6-sında Güldüzə kəndində, kəndi ətrafında gedən döyüşlərdə və Həmzə və ağalar 6-sında şəhid olanlar deyirəm. O döyüşlərdə qəhrəmanlıqla şəhid oldular. Bu məndə bir qaranlıq məqam yaratmışdı. O vaxt ki, mən döyüş tapşırığı almışam. O istiqamətdə niyə buraya getdim? Sonra da mənə məlumat verdilər yüksək rütbəli, yəni o hərbi qərargahdan ki, əgər həmin dövrdə bizi o həyəcan siqnalla o istiqamətə döyüşə atmasaydılar, Bərdə, Tərtər, Gəncəyə qədər Ağcabəd hamısı işğal altına düşəcəkdi. Geniş miqyaslı erməni hücumlarının qarşısını bilavasitə bizim hərbi hissə, 706 saylı hərbi hissə atılmağı ilə ora onların qarşısını almışdı və o da qiymətləndirilmişdi, dəyərləndirilmişdi yüksək səviyyədə. Bugün orada bir bu yaxınlarda mən o Xankəndi səfəri zamanı o ərazilərə tam yaxından olmasa da aralıdan baxdım. Orada işğaldan azad olunub. Orada ala bilmədim. O elə ictimaiyyətdə bilsin. Elə o Ağdam yolundan o Güllücüyə ayrılan yolun ətrafında bir çınar ağacı var idi. Ona qara çınar deyirdilər. Ben orada xidmət edən dövrüm, sonraki dövrüm orada olmuşdu. Dedim, bu çınar ağacı, niyə qara çınar deyirlər? Dedi, o vaxtı burada bir çekist olubdu, Qara İlyasov. Dedi, o burada orada həlak olubdu. Elə o deyir, əkən çinardı. Ona görə elə o çinarın adı qalıb Qara çınar. İndi mən də arzum odur ki, həmin Suma Güllüzə kəndi ətrafında gedən döyüşlərə şəhid olanların hər əslinin adına orada gedib bir çınar ağacı əkək. Bizim planımız var, yəni bu reallaşsa, orada abadlıq işləri köç başlasa, bizim də oradaki yoldaşlarla da əlaqəmiz var ki, orada biz hər bir şəhidimizin adına bir
çınar ağacı. Çünki bu Ağdamda bir 6000 zeytun ağacı əkiblər. Hər bir şəhidin adına bir zeytun ağacı bu ərazidə əkilibdir. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Ruhları şad olsun. Qeyd edirəm, onları anmaq hər an Azərbaycan vətəndaşlarının vicdan borcu, namus borcudur. Allah rəhmət eləsin Hadiyev Həmzə qardaşlar oğluna. Allah sələcə rəhmət eləsin. Sağ tabi şuradadır. Bütün şəhid analarının qabağında baş əyirəm. Böyük içkidir. Gözülməz içkidir. Yaddan çıxmaz içkidir. Allah Rayan rəhbərimizin ömrünün uzun eləsin. Belə tədbirləri, şərait yaradır, keçirir. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eyləsin. Allah hamısına rəhmət eyləsin, bütün şəhidlərimizə. Bugün biz çox müqəddəs bir yerdə şəhidlərimizin ziyarətinə gəlmişik. Bu məkan həm sevincli, qürurlu məkandır, həm də istər-istəməz arzuları da ömrü kimi yarımçıq qalmış gənclərimizin ziyarətidir. Baxıram, burada şəhid anaları var. Göz yaşlı şəhid anaları var. Müharibə dəhşətdir, müharibə faciədir. Hər evə göz yaşları gətirir. Şəhid verib ucalmısan, dərd əlindən tac almısan, yaman vaxtsız qocalmısan, ağlama şəhid anası. Xatırlayıb qoç nəbini, qəbul edib hər təbini, keçib Əliyar məktəbini, ağlama şəhid anası. Əri gitdi, yalan deyil, hər çiçəkdi, solan deyil, təhcə sənin balan deyil, ağlama şəhid anası. Yatan qeyrət oyanıbdır, ərlər öndə dayanıbdır, düşmən qana boyanıbdır, ağlama şəhid anası. Düşmən qana boyanıbdır, ağlama şəhid anası. Həm kədərləndiricidir, həm fəxr edicidir ki, bizim də qardaşımız şəhid olub, torpaq uğrunda, vətən uğrunda. Bütün şəhidlərə Allah rəhmət eləsin. Bütün şəhid analarının əllərindən öpürəm, bütün şəhid qazılarının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Ama el adam var ki onun dövüş yolları hakkında danışmak söz var da xeyli söz var da xeyli. İki qəhrəman da biz tanıyırıq onu. Yani bu Atasının hamısı da, qardaşlarının da. Ama müəyyən anlarda deməyə sözlərində bu kişi Allah rəhmət etsin. Məkan cənnət olsun. Hamısını Allah rəhmət etsin. Qəhrəman. Hamısı bizim olmadı. Şəhiddə gəlib sizi ziyarət edirik. Bütün ictimaiyyət hamımıza razıyıq. Allah rəhmət eləsin, Allah cəmin şəhidlərimizə rəhmət eləsin, Allah ziyarətimizi qəbul etsin, ruhları bizə duası olsun inşallah. İlk ordu quruculuğunda, yazı üzündə Ruslarla döyüşlərdə orada veterlə vurdular, bir şəhidlərdən biri başladı. Biri ise yanvarda, Starşınar otoydu, 52 yaşı vardı. 10 kilometre yol gedirdi, atla 2 dəfə topağa çıxıb qaydırdı, yorulmurdu, 52 yaşında. Cavan uşağın gedə bilmədiyi yedi, o uşaqlar atalıq edir. Yəni belə insanlar var ki, 100 nəfəri, 50 nəfər, 60 nəfər atalıq edir, qayğı göstərdi, qoruyurdu onları. Həm ərzaqla təmin edirdi, həm də ki, gecə qorxularından. Allah rəhmət eylesin. İki qardaş, ikisi də şəhid olub, biri ordunun yaranmasında biri aldı. Yəqin hamısı Ağdamdır. Ağdam. Ayın 4'ü Nösiyanın şəhid oldu. Evet, Ağdamın şəhid oldu. Allah rəhmət sınat elə vurulur. İlman gəlin. Allah hər birimizdən bu ziyarəti qəbul eləsin, burada etdiyimiz duaları qəbul eləsin, okuduğumuz Quran ayələrini qəbul eləsin. Bayaq dediyim kimi, bu dünyada onları ziyarət edirik, ahirətdə də bunların ruhları bizə şəfaatçı olsun inşallah. İnşallah bir dua veririk, dua bütün şəhidlərimiz üçündür, Azərbaycan şəhidləri üçündür. Allahümme salli ala Muhammed ve ala Muhammed, Allahümme akfir lil mu'minine ve mu'minat ve muslimine ve muslimat. Cəmi şəhidlərimizin ruhları şad, el-Fatiha. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal lezîne en'amte aleyhim.
Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samad. Velid ve lem yulad ve lem yulad. Hamız Allah rahmet eylesin. Allah ziyaretimizi kabul eylesin.